Xəbərçi efirdədir. Azərbaycanda 5 il sığınacaq tapan və ötən gün ölkəmiz tərəfindən Ermənistana təhvil verilən Gevorkyan ailəsi sərhədi keçər-keçməz erməni mətbuatına Azərbaycanda saxlanılma şəraitlərindən gileyləniblər. Halbuki ailəsin arxivində vəziyyətin əslində necə olduğunu əks etdirən kadrlar var. Ayşən Büstəmova xəbər verir. 2010-cu ildə öz ailəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası istiqamətindən ölkəmizə keçən Yeqişə Gevorkyan müsahibəsində özünün və ailəsinin Azərbaycanda fiziki işgəncələrə məruz qaldığını bildirib. Biz qul vəziyyətindəydik. Bizimlə istədikləri kimi davranırdılar, döyürdülər. Biz 3-cü ölkəyə keçmək istirdik, amma buna icazə verilmirdi. Ərinin Yeraz markalı maşınında Azərbaycana gələn Ruzanna Gevorkyan isə burada abort olunmağa məcbur edildiyini və 4 il müddətində dəhlizdə yaşadıqlarını iddia edib. Halbuki 2010-cu ilin avqustunda ailəsə verdiyi müsahibədə ailə Ermənistana qayıtmaqdan imtina edirdi. Hətta həmin vaxt Ruzanna övladlarının ilk dəfə Azərbaycanda qarın dolusu yemək yediyini etiraf edirdi. Bezmişdik artıq, amma burada hər şərait var. Bizim uşaqlara hər şey verilir. Onlara velosiped belə alıblar. Qızıma kukla da hədiyyə ediblər. Biz burada darıxmırıq, əziyyət çəkmirik. Gedirik həyətdə gəzirik, uşaqlarımız oynayır. Vaxtı-vaxtında yeyirik, uşaqlarımız vaxtında çimir. Gevorkyan ailəsi 3 uşağı ilə birlikdə 2010-cu ilin yanvarında öz maşınları ilə Ermənistan silahlı qüvvələrinin intensiv atəşi altında Naxçıvanın Ermənistanla sərhədini keçib və Azərbaycana könüllü təslim olub. Qısa müddət Naxçıvanda qaldıqdan sonra Bakıya gətirilən Gevorkyanlar ailəsi burada Ermənistanda heç vaxt görmədikləri şəraitlə təmin olundu. Həmin vaxt Yeqişə Azərbaycana keçməsini Ermənistanda hökm sürən ağır vəziyyətlə əlaqələndirirdi. Heç bir iş yeri yoxdur. Bu ölkədə kasıblar üçün heç bir qanun işləmir. Hər şeydən əvvəl bizim ölkənin başında duran qeyri-qanuni seçilmiş prezidentdir. Bu ilin yanvarın 10-u idi. Bizdə parlament seçkiləri keçirildi. Səs verməyə getmişdim. Mənim adım seçicilər arasında yox idi. Bilirəm ki, mənim müxalifət yönlü adama səs verəcəyimi bildiklərindən adımı siyahıya salmamışdılar. Adımın siyahıya salınmasını tələb edəndə isə onlar məni seçki məntəqəsindən qovmaq istədilər. Üstümə hücum etdilər. Mən də pasportumu cırdım. Milli Təhlükəsizlik Nazirliyimizə müraciət etdim. Bizi it kimi oradan da qovdular. Mən də qərarımı verdim. Gəldim, uşaqlarımı, ailəmi götürdüm. Dedim, gedirik Azərbaycana. İndi isə Ermənistan mətbuatı Yeqişə Gevorkyanın 2010-cu ildə öz ölkəsində törətdiyi cinayətin məsuliyyətindən yaxa qurtarmaq üçün Azərbaycana qaçdığını yazır. Ölkəmizdə yaşadıkları müddət ərzində ailə Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında olub. Hətta BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən onlara müntəzəm baş çəkilib. Hər iki təşkilat bu ailənin saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğunu təsdiq edib. Onların saxlanma şəraiti ilə bağlı irad bildirməyiblər. Bu, Azərbaycana keçən Ermənistan vətəndaşlarının ilk yalanı deyil. Bundan əvvəl də 2013-cü ilin avqustun 8-də təmas xəttini keçərək Azərbaycan tərəfinə təslim olan erməni əskər Akop İncigulyan belə bir addım atıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 3-cü ölkəyə təhvil verilən İncigulyan yenidən Ermənistana qayıdaraq burada Ermənistan hökumətinin Azərbaycanlı girovlar üzərində qurduğu məhkəmə oyununda şahid kimi iştirak edib.